Salam dostlar, mən Azər Quliyev. Bugün 13 aprel tarixidir və Fəza Akademinin bütün filiallarında 1-ci 8-ci siniflər üçün möhtəşəm bir bilik yarışı keçirilir. Və mən bu dəqiqə Ələt filialımızdayam və Ələt filialımızda imtahanın gedişatı ilə sizə tanış eləmək istəyirəm. Və imtahanın qaliblərinə velosiped 50 manat, 25 manat pul mükafatları olacaq. İndi birazdan mən sizi imtihana tanış edəcəm. Belə imtahanlarımız keçirilir. Şagirdlərimiz orta məktəb keçidləri fənlər üzrə orta məktəb keçidləri fənlər üzrə sualları yazırlar. Birinci 4-cü siniflərdə 4 fəndən Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, ingilis dilindən və 5-ci 8-ci siniflərdə isə Azərbaycan dili, riyaziyyat, ingilisdən suallar düşür. Ümumilikdə 70 sualdır. Hər sual 10 balla hesablanır. Hər sual 10 balla hesablanır və səhv düz aparılır. Yüksək bal toplayanlar da sertifikatlar, diplomlar, medallar və hədiyyələr qazanırlar. Bu imtihanda süper prizimiz velosiped hədiyyəsidir. Ondan sonra 50 manat, 25 manat pul mükafatları var. Birinci, ikinci, üçüncü yerlərə çıxanlara birinci, ikinci, üçüncü yer medallar olacaq. Və bütün filiallarımızda, 4 filialımızın hamısında imtihanlar keçirilir. Belə şagirdlərimiz imtahanı yazırlar. Çox mane olmaq istəmirəm. Digər sinifimizə baxaq. İnşallah nətərdir imtahan? Çətin deyil. Yaza bilirsiniz? Əsmanur asandır. Hər ay imtahanlar təşkil olunur Fəza Akademi təhsil şirkətində 1-ci sinifdən 8-ci sinifə, bir də 9-11-lərə blok burax imtahanları. Uşaqlar asandır. Yəni, hər ay imtihana qədər orta məktəbdə şagirdlər hansı mövzulara qədər öyrənirlər, keçirlərsə, həmin mövzulara qədər suallar salınır. Yəni, şagirdlərin keçmədiyi suallardan keçmədiyi mövzulardan suallar salınmır. Ona görə də bir çox şagird qalib olur, hədiyyə olur, medal qazanır. İmtihanda iştirak edən bütün şagirdlərə də uğurlar arzu edirəm.